Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb. Hadisə gecə saat 4 radələrində Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeyd alınıb. Yanğın nəticəsində bir ailənin 6 üzvü yanaraq müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 34 yaşlı Məmmədli Həmidə Heydər qızı, 13 yaşlı Məmmədli Yasəmən Xalid qızı, 12 yaşlı Məmmədova Nərmin Xalid qızı, 10 yaşlı Məmmədov Nihat Xalidoğlu, 3 yaşlı Məmmədov Riyad Xalidoğlu və 38 yaşlı Məmmədov Xalid Ələddinoğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Hadisənin dəqiqliyin vallahi deyə bilmərəm. Gecə saat 4 idi, zəng elədilər ki, belə-belə. Ev yanıb, təmiz. Heç nə çıxarda bilməyiblər. Yatdıqları yerdə elə bir ki, hamısı yeni yaxşı ki, ayılıblar. 4 uşaq, ata, ana, nənə, baba. Hamısı evin içində olub. Uşağın biri ağır xəsarət alıb, yanığın. Həkimlərin dediyinə görə 1% yaşamaq şansı var. Allah özü şəfa versin. Elə də fövqəladiyə zəng olundu. Onlar da evə yaxınlaşa bilmədilər. Körpünü dünənləri qazıblar, nəysə yaxşı üstün bastırmayıblar, neynəməyiblər. Ona görə yaxınlaşa bilmədi. Sağ olsunlar, yenə 2 dənə motor gətirdilər, qoydular, kollektordan vurdular, söndürdülər. Evin içərisindən heç nə çıxarda bilmədilər. Hamısı yandı, kül oldu, məhv oldu. Qohumlardan birinin qeyd etdiyinə görə yanğın zamanı ağır yanıq xəsarətləri alan Məmmədli Yasəmən uşaqlardan birini xilas etmək üçün evdə olan atasının arxasınca yanan evə girib. Atası pəncərədən tullansa da Yasəmən yanan evdən çıxa bilməyib. Son anda ağır yanıq xəsarətləri alan Yasəməni çətinliklə də olsa evdən çıxardıblar. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirirlər. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan və Sabirabad yanğından mühafizə xidmətinin yanğın söndürən briqadası cəlb olunub. Ehtimal olunur ki, hadisəyə elektrik enerjisində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.